Bakıda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə beynəlxalq avtovağzal kompleksinin yaxınlığında qeydə alınıb. Qəza zamanı minik maşını ilə 2 sayılı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu toqquşub. Görüntülərdən də aydın olur ki, avtomobilə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Zaqatalada 2 minik avtomobili toqquşub, xəsarət alanlar var. Hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Muxaq kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, rayonun Muxaq kənd sakini 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi Mercedes markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd Matiyevin idarə etdiyi eyni markalı minik avtomobili toqquşub. Qəzadan sonra Rəhim Laçınovun idarə etdiyi Mercedes idarə etmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü Rəhim Laçınov və sərnişinləri 27 yaşlı Fuad Süleymanov, 36 yaşlı Asif Əhmədov və 63 yaşlı Nizaməddin Məhəmmədoğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.